Salam. Bu kimi mən videolar paylaşıram. Proqnozlar da olacaq. İndi videolar paylaşırdım. Həm təbii fəlakətlər, havanın soyuması, həbslər. Mən bunu özümü göstərmək üçün gördünüz, mən dedim həbslər oldu, yox. Müvafiq bir özü üçün çıxardanlar oldu ki, yəni belə götürək xarici pasportu da arxasına gedənlər birbaşa demişdi Məlik Kərimini. Vaxtında kimisə canlıya gəlmişdi. Başqaları da məsələn var idi deyilməyənlər. Bu deyilmir ki, hə, mən halaldır, mən dediyim düz çıxdı. Yox. Tədbir görün. Kim istəyir ki, keçsin türməyə düşsün. Allah mısın qapısını açsın. Müraciət edənlər də oldu, düşmənlər oldu. Şəxsən özümə müraciət edənlər oldu. Yəni, heç bir maraq da güdmürdü. Heç nə. Maddi heç nə güdmürdü. Müraciət edib insan. Belə məsələdir, məcbursan, yəni kimliyindən asılı olmayaraq. Kimdənsə xəbər ötürdüklərim də oldu, xeyir olmadı. Faktda indi olanı deyirəm, indi burada açıq söhbət gedir. Təbii fəlakət istəmirsə, yaxşı. Suya qarşı tədbir görmək olardı da, yəni bu Allahın işidir, verilmişdi əvvəlcədən proqnoz. Başqa proqnozlar da verildi. Hansısa bir preventiv nəsə bir şey fikirləşməyə, nəsə hazır olmaq əvəzinə başqa fikirlər yürüdüldü. İndi yəni bunlar verilmir. Bu düzdür, yağışın deyil, sinoptik dedi demədi, mən deyirəm yağış ya. Bu yağış deyil. Bu insanın öz günahıdır. Yəni kimin var indi hamı həbsdə qalmayacaq, bu aydın məsələ. Amma bu sırf yəni qanun pozuntularına görə həbs olunanlar var, o heç. İndi günah olmayanlar da var, onlar da buraxılacaq ya. Olanlar da olacaq, çalışacaqlar indi. Allah rəhimlidir, dövlətimiz də rəhimlidir, indi bir yol şey eləyəcək. Amma yəni kimlərə doğrudan maraqlıdırsa bu məsələ, yəni düşünməyin ki, görün kimlər getdi. Bunu bir dənə düşün. Başqa məlumatlar deyim, yəni küləklər gözlənir, güclü küləklər. İndi yəqin ki, onlar da vaxt verəcək. Demişdim, ayın 2-nə kimi bəzi hadisələr olacaq. Onlara da görə ardı gələcək videolarım. Canlılarda da olacağım, canlılarda danışacağım. Sağ olun, çox sağ olun.